Bu yayın en isti çağında 4 Avgust 21:00'da. Canlı Ses. Hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Canlı Səs yenidən efirdə. Ramazan ayının növbəti gününü yaşayırıq və bu dəqiqə, bu an artıq iftar süfrələri açılıb və birazdan iftar da açılacaq. Allah orucunuzu qəbul etsin, daim süfrəniz bollu, bərəkətli olsun. Və Canlı Səsə qeyd edim ki, Medistar'ın baş sponsorluğu ilə baxırsınız və Medistar klinikasında Ramazan ayı kampaniyasında start verilib. Belə ki, bu klinikada üz baxımları, mezoterapiya, botoks, antiselülit və arıqlama prosedurlarının bütöv növ masaj xidmətlərinə, o cümlədən vektor cihazı vasitəsilə damaq xəstəliklərinin müalicəsinə 50% endirim elan olunub. Həmçinin qeyd edim ki, gözəl təbəssümə sahib olmaq istəyənlərin nəzərinə əyri və rəngini dəyişmiş dişlərdən, ağrısız, iynəsiz dişləri yonmadan və ən əsası breketsiz çox qısa müddətdə yeni üsulla azad olunması yalnız Medistar klinikasında həyata keçirilir. Gülnur Örsək tərəfindən. Ünvan Afiyətin Cəlilov küçəsi 20, telefon 012 496 77 71 051 944 17 77. Beləliklə, ilk ifaçını bura dəvət etmək istəyirəm. O, öz layihələri ilə bizi daim sevindirir. Əməkdar artistimizdir, gözəl xanımımızdır, bəstəkar ifaçı və bəstəkarlar ittifaqının üzvü olan Elza Seycan gəlir. Alqışlarla zəif oldu, yox? Sağ ol. Necəsiniz? Sağ olun, çox sağ olun. Xoş gəlmişsiniz. Necəsiniz? Sağ olun. Haradaydınız bu vaxta kimi? Niyə gəlib çıxmırdınız? Rayonlarda. Rayonlarda. Aha. Bugün elə gündür ki, mən rayonu kənara qoydum. Çünki canlı səs verilişi çoxdandır ki, dəvət edirdi. Amma vaxt tapa bilmirdim. Bu yayın isti günlərində vaxt tapdım, bir təhər gəldim ki, sizlərlə canlı ünsiyyətdə olaq. Son dövrlər rayonlara tez-tez gedirsiniz və sizi demək olar ki, Azərbaycanın hər yerində tanıyırlar. Elə bir adam varmı tanımasın sizi? Yox, inanırsınız, nəinki o qədər gizlənirəm hərdən, hətta telefonda səsimi də tanıyırlar. Danışan kimi deyirəm, heç tanımadığım bir insana, misal üçün zəng vururam, səsimdən o dəqiqə tanıyır ki, Elza Seycan. Deyirəm, necə tanıdınız? Deyirsiniz, səsinizi tanımamaq olmaz. Yəni, hərdən də elə olur ki, hətta bir dəfə belə bir hadisə olmuşdu, maşınımızı yolda vurmuşdular. Gördüm, cəmaat hamısı tökülüşdülər. Tez bir şərfə büründüm, açıq ilə. Heç kəs də bilmədi ki, o maşında Elza Seycandır. Tanımadılar. Bəli, tanıtdırmadım. Amma onlar artıq bilirlər ki, o Elza Seycan idi. Və tanımayan 1, 2, 3, 4, 5, 6 nəfər adam varsa, onlar üçün süjet hazırlanıb hal-hazırda Elza haqqında. Əlbəttə ki, tanımayanlar da ola bilər, yəni o başqa mənada, amma bəlkə də tanınmamaq biraz biz üçün rahatçılıqdır, xoşbəxtçiliyimizdir ki, biz də biraz həyatda rahat ola bilək, amma ki, bu artıq mümkün deyil, biz tanınmışıq, ona görə də hər zaman diqqətli olmalıyıq, özümüzə fikir verməliyik, hər bir hərəkətimizə ki, insanlar, biz onlara nümunəyik. Süjetə baxaq. Baxaq. Süjetə baxaq. Canlı Ses. Elnarə Xəlilova 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub və universiteti qırmızı diplomla bitirib. 2000-ci ildə onu Vaqif Gərayzadə yaratdığı W Trio qrupuna dəvət edir. Sonradan isə Elnarə özü yeni qrup yaratmaq qərarını verir. Bu arzusunu o 2003-cü ildə Elnarə və onun dostları qrupu ilə reallaşdırır. Bir il sonra musiqi şirkətlərinin biri ilə müqavilə bağlayan müğənninin solo karyerası başlanır. Onun ilk mahnısı Sənsizəm, ilk albomu Məhəbbət Payım, ilk klipi isə Qəm Otağı adlı klip sayılır. Özbəkistanda Nəzakət, Azərbaycanda istehsal olunan Məşədibad adlı filmlərdə özünü aktrisa kimi də sınaqdan keçirən Elnarə, indiyə kimi ümumilikdə 10 klipini sevənlərinə təqdim edib. O həmçinin Milli Konservatoriyanın solo oxuma xanəndəlik sinifində Arif Babayev, Aygün Bayramova və Gülyaz Məmmədova kimi sənətkarlardan da dərs alıb. 2010-cu ildə Qan adlı qrup yaradan Elnarə qrupla birlikdə Hər Şey İstəyirəm, Təlqin adlı 2 klip çəkdirib. Bir ildən sonra isə bu qrupda öz fəaliyyətini sona çatdırır. Müğənninin ən sonuncu uğuru
yerli şou biznesdə səs-küyə səbəb olan Elnarəyə 71 min avroya başa gələn Gentleman adlı klip sayılır. Canlı səs. Həvəskar müğənni hesab eləyir özünü Elza, amma... Əlbəttə, bəstəkar olmasaydım heç bir zaman müğənni olmazdım da, öz musiqilərini. Başqa bir həkim olardım, hüquqşünas olardım, iş qadını olardım, ev xanımı olardım. Müğənni olmaq üçün bəstəkar olmaq lazımdır. Yəni arzusunda olmamışam. Bizim ailəmizdə bacım, 4-cü bacım Rasimə yəni konservatoriyanın vokal şöbəsini bitirib. Yəni müğənni mənim üçün hər zaman çox ciddi bir sənət, yəni həm də həvəsim də olmamışdı. Sadəcə bəstəkarlıq. Ciddi bir sənət olmayıb müğənnilik. Ciddi bir sənət olub mənim üçün əksinə. Yəni biz görmüşük Rəşid Behbudov, Şövkət Ələkbərova, yəni xanəndə Rübabə Muradova, indi də Allah canlarını sağ eləsin. Yəni ki, artıq onların Allah Taala tərəfindən möhtəşəm səs diapazonları, tembrləri olub və onlar müğənni olmaya bilməzlər. Amma mənim, misal üçün, belə xanəndəlik sənətim yoxdur, vokal sənətim, təhsilim olmadığı üçün heç bir zaman müğənnilik heç yatar yuxuma da gəlməzdi. Sadəcə həyat belə gətirdi ki, bəstəkarlığım məni müğənniliyə elə bil ki, yolumu dəyişdi. Yəni, qismət. Aydındır. Bəli. Növbəti ifaçı artıq hazırdır. Bilmirəm, bəstəkardır, bəstəkar deyil, belə bir qabiliyyəti var onun, yoxdur, indi birazdan öyrənəcək. Amma onu qeyd edeyim ki, daim dəyişən, inkişaf eləyən və ta ilk gündən bu günə kimi doğrudan da dəyişən bir insan, gənc qızların sevimlisi Elnarə Xəlilova gəlir. Xoş gəlmirsən. Xoş gününüzə gəlim. Hə, nəyə görə deyirəm daim dəyişən? Sənin ilk öncə W Trio-la tanıdıq, daha sonra diskoteka mahnıları falan oldu. İndi isə Trio-la gəlib Elnarə. Bəli. Yəni, maraqlı bir şey hazırlamısan, yoxsa? Valla, mən özüm maraqlı deyərdim ona, çünki mənə bu hər zaman maraqlı gələcək. Söhbət muğamdan gedir. Amma Milli Konservatoriya məzunu olduğuma görə elə bilirəm ki, bunu da mən burada bugün eləməli idim. Və əslində birinci dəfə deyil, yəni bir neçə dəfə, bir neçə televiziya layihələrində canlı ifalarımız olub. Bu həmkarlarımızla, onlar özləri də Milli Konservatoriyanın müəllimləridirlər və belə qərara gəldik ki, bugün də müraciət edək xalq mahnılarına, təsniflərə, muğama. Deməli, Səlimi görürəm orada. Səlimi gördüm kamança ilə, deyirəm skripkon hanı. Yəni, dəyişmirsən sən də, yoxsa necə deyirəm? Yox, elə məşqlərə skripka ilə gəlirdi. Hə, kamança əvəzi skripka ilə gəlirdi. Maraqlı olardı o da. Hə, elə də olub. Skripka var da burada. Yəni, mümkün olacaq daha sonra nəsə. Baxarıq, baxarıq. Elnarə, səni necə? Tanıyırlar, tanımırlar? Elə bilirəm ki, azdan çoxdan tanıyırlar, amma yəni, tanınmasam mən bunu özümə heç vaxt dərd eləmərəm. Yəni, bu normaldır. Yaxşı, bəs bəstəkarlıq eləyirsən? Bəstəkarlıq eləyirəm. Aha, deməli, birazdan... Qonşudan qalma geri. Aha, yaxşı. Gəl süjetə baxaq, daha sonra bu bəstəkar söhbətlərini davam edəcək. D mahnısının, məsəl üçün, bəstəkarı deməzdim, amma yaradıcısı mənəm. Birazdan alarıq o mahnını. Yaxşı. Gəlin süjetə baxaq. Baxaq. Canlı səs. Elnarə Xəlilova 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub və universiteti qırmızı diplomla bitirib. 2000-ci ildə onu Vaqif Gərayzadə yaratdığı W Trio qrupuna dəvət edir. Sonradan isə Elnarə özü yeni qrup yaratmaq qərarını verir. Bu arzusunu o 2003-cü ildə Elnarə və onun dostları qrupu ilə reallaşdırır. Bir il sonra musiqi şirkətlərinin biri ilə müqavilə bağlayan müğənninin solo karyerası başlanır. Onun ilk mahnısı Sənsizəm, ilk albomu Məhəbbət Payım, ilk klipi isə Qəm Otağı adlı klip sayılır. Özbəkistanda Nəzakət, Azərbaycanda istehsal olunan Məşədibat adlı filmlərdə özünü aktrisa kimi də sınaqdan keçirən Elnarə indiyə kimi ümumilikdə 10 klipini sevənlərinə təqdim edib. O həmçinin Milli Konservatoriyanın solo oxuma xanəndəlik sinifində Arif Babayev, Aygün Bayramova və Gülyaz Məmmədova kimi sənətkarlardan da dərs alıb. 2010-cu ildə Qan adlı qrup yaradan Elnarə qrupla birlikdə Hər Şey İstəyirəm, Təlqin adlı 2 klip çəkdirib. Bir ildən sonra isə bu qrupda öz fəaliyyətini sona çatdırır. Müğənninin ən sonuncu uğuru yerli şou biznesdə səs-küyə səbəb olan Elnarəyə 71 min avroya başa gələn Gentleman adlı klip sayılır. Canlı səs.
Gördünüz də 20-yə yaxın şəkil var idi, hamısında fərqli. Düz demişəm də, daim dəyişir. Burada jurnalistlərimiz var, gəlin jurnalistlərimizi də salamlayaq. Ülvi Alovlu buradadır, xoş gəlmişsiniz. Vüqar Kamiloğlu, daim Türkiyədə, indi isə gəlib çıxıb artıq, şəkillərimi gördü Facebookda, üzümü görmürdü. Və ötən həftədən etibarən bizim canlı səsdə bir dəyişiklik baş verib. Həmin dəyişiklik də nədən ibarətdir? Jurnalistlərimiz daim ekspert kimi çıxış edirdilər. Amma biz əsl ekspertləri çağırmaq qərarına gəldik və sevimli bəstəkarımız, Bəstəkarlar İttifaqının üzvü Tahir Əkbər buradadır. Xoş gəlmişsiniz. Beləliklə, Elza xanım, Tahir müəllim buradadır. Əlbəttə, mən də salamlayıram. Çox gözəl Çətin bəstəkarımız. olmayacaq sizin üçün. Çətindir, əlbəttə ki, elə görkəmli bəstəkarımızın qarşısında ümumiyyətlə insanda hər bir zaman həyəcan olmalıdır, məsuliyyət olmalıdır. Yəni, mən o sözlə razı deyiləm ki, yəni həyəcan yoxdur, məsuliyyət yoxdur. Yəni, jurnalistlərimizdir, tamaşaçılarımızdır. Burada da hətta mənim, siz qeyd etmədiniz, rəfiqələrim də əyləşib, Sarı Səfurə, Gülnaz xanımdır. Onlar da jurnalistdirlər, amma ki, əlbəttə siz ekspert jurnalistlərdir. Yəni, bütün qonaqlarımızı salamlayıram. Və yenə də... İlk həyəcanlı mahnı nə olacaq? Həyəcanlı, bəlkə həyəcansız oldu. Və yaxud da biz həyəcanlı olacaq, ona görə deyim. İstəyərdim ilk musiqimizi Son Vida mahnısı, yəni müğənni kimi yeni gələndə Son Vida klipini, məhz ATV kanalı klipini mənə hədiyyə çəkmişdi. Elə istəyərdim Son Vida mahnısı ilə də başlayayım. Buyurun. Öz bəstəmdir. Bu səhər gətirəcək mənə kədər, ürəyimi söküb didər. Bu son vida, bu son vida, bu son vida, bu son görür. Acı xatirən qalacaq, yenə qəlbin dolacaq. Səni məndən qoparacaq. Bu son vida, bu son vida, bu son vida, bu son görüş. Yalvarıram, gəlmə sabah, ayrılığın olub ayam işlənəcək böyük günah. Bu son vida, bu son görüş. Yalvarıram, gəlmə sabah, ayrılığın olub ayam işlənəcək böyük günah. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlərimiz solmayaydı. Səni məndən almayaydı. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlərimiz solmayaydı. Səni məndən almayaydı. Bu son vida, bu son görüş. Görüş olmayaydı, günlərimiz solmayaydı. Səni məndən almayaydı. Bu son vida, bu son görüş olmayaydı, günlərimiz solmayaydı. Səni məndən almayaydı. Bu son vida, bu son görüş. Böyle dərdə kim dözəcək? Getdin qəlbimi əyəcək.
üzecek elimi senden üzecek. Bu son vida, bu son vida, bu son vida, bu son görüş. Can kime desin derdin, kırma belin, sen bu merdin. Beni ondan sen dönderdin. Bu son vida, bu son vida, bu son vida, bu son görüş. Yalvarırım gelme sabah, ayrılığın olmaya işlenecek büyük günah. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlerimiz solmayaydı. Seni benden almayaydı. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlerimiz solmayaydı. Seni benden almayaydı. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlerimiz solmayaydı. Seni benden almayaydı. Bu son vida, son görüş. Kaş bu görüş olmayaydı, günlerimiz solmayaydı. Seni benden almayaydı. Bu son vida, son görüş. Açılmasın boy bu seher, getirecek mənə kədər. Ürəyimi söküb didər. Bu son vida, bu son görüş. Darıxıram, çatmır havan, dağılacak sabah yuvam. Tutacaktır mənə divan. Bu son vida, bu son görüş. Olmayaydı, günlerimiz solmayaydı. Seni benden almayaydı. Bu son vida, bu son görüş. Kaş bu görüş olmayaydı, günlerimiz solmayaydı. Seni benden almayaydı. Bu son vida, bu son görüş. Elza Seycan. İstəyərdim musiqiçilərimizə bir daha bir gürültülü alqışlar gəlsin qonaqlarımız tərəfindən. Çünki onlar olmasa biz oxuya bilməliyik. Doğrudan da mənim musiqilərimi, bax İskəndər müəllimdir, bizim musiqi rəhbərimiz Eldar müəllimdir, Tofiq müəllim və musiqilərimin demək olar ki, nəbzini onlar bilirlər. Mən onlarsız demək olar ki, heç bir zaman səhnəyə cürət edib çıxmaram. Çünki elə bilirəm ki, arxamda böyük bir dağ var. Yəni əsas doğrudan da ifaçının arxasında onun, necə deyərlər, arxası onun musiqiçiləridir. Və bu uşaqlarımız da tanınmış artıq qruplardılar. Amma o qədər ki, mənim bunlar sənətimi sevən bir gənclərdirlər ki, bugün bunlar mənimlə bərabərdirlər. Aydan xanım da konservatoriyanın vokal kursunda oxuyur. Oğlum Ələkbər skripka ifaçısı və gözəl bizim tarzənimiz Elman müəllimdir ki, o hətta tarda yenilik də idi pərdələrində. Biz İordaniyanın Aman şəhərində, inanırsınız ki, mən Elman müəllimi orada bir daha kəşf etdim ki, orada biz xalq musiqilərini sanki elə bir müşahidə edərək özü solasında ifa etmişdi və necə deyim, burada düzdür Elman müəllimi tanıyırdım, amma uzaq ölkədə onu dinləyib, kövrəlmək, yəni elə bir ki, yenidən onu kəşf etdim. Təşəkkür edirəm. Bugün burada olmaları üçün təşəkkür edirəm hamına.
Çox sağ olun. Siz də sağ olun və buyurun əyləşin. Mən növbəti ifaçını bura dəvət etməyim. Burada olacaq yoxsa səninləri burada? Bilmirəm heç. Niyə bilmirsən? Bilirsən. Bilirəm. Niyə soruşursan? Nə ifa eləyəcəksən? Azər Rzayev. Prelüdiya. Aha. Çıxış eləyir Elnarə Xəlilova. Qeyd edim ki, baş sponsorumuz Medistyle klinikasıdır və Medistyle klinikasında Ramazan ayı kampaniyasına start verilib. Belə ki, bu klinikada üz baxımları, mezoterapiya, botoks, antiselülit və arıqlama prosedurlarının bütöv növ masaj xidmətlərinə, o cümlədən Vektor cihazı vasitəsilə damaq xəstəliklərinin müalicəsinə 50% endirim elan olunub. Həmçinin qeyd edim ki, gözəl təbəssümə sahib olmaq istəyənlərin nəzərinə əyri və rəngini dəyişmiş dişlərdən, ağrısız, iynəsiz dişləri yonmadan və ən əsası breketsiz çox qısa müddətdə yeni üsulla azad olunması yalnız Medistyle klinikasında həyata keçirilir. Gülnur Örsek tərəfindən. Ünvan Afiyətin Cəlilov küçəsi 20, telefon 012 496 77 71 051 944 17 77. İndi isə reklamlar. Verilişin baş sponsoru Medistyle klinikasıdır. Zamanda gözəl görünmək çox vacibdir. Məhz buna görə o, mənə dişlərini sağlam yolla ağartmaq istədiyini dedikdə ona nə lazım olduğunu dəqiq bilirdim. İnqilabi Stanus kompleksli Blendamet Pro Expert ağardıcı diş məcununu təqdim edirik. O, diş ərpini ehmalca təmizləyərək stomatoloqların ən çox yoxladıqları sahələri qoruyur və sizə hər kəsi valeh edəcək təbii bəyaz təbəssüm bəxş edir. Parlaq təbəssümünüzlə həyat izinizə həmişə açıqdır. Azərbaycan Stomatoloji Assosiasiyasının tövsiyəsi. Bəzi çapıqlar öz-özünə itir. Qalan hallarda isə Contract Tubex istifadə edin. Contract Tubex çapıqların yerinə hamar dəri. Volkswagen, das Auto.
Şagirdlərin və tələbələrin nəzərinə Kipr Beynəlxalq Universiteti 2012-ci tədris ili üçün tələbə qəbulu elan edir. Siz universitetdə aşağıda göstərilən fakültələrdə təhsil ala bilərsiniz. Beynəlxalq əlaqələr, menecment, turizm, kompüter mühəndisliyi, incəsənət, reklam və ictimai əlaqələr, memarlıq, əczaçılıq, jurnalistika və digərləri. Bir illik təhsil haqqı cəmi 4446 avroya. Qiymətə tələbə şəhərciyində yerləşdirilmə, qidalanma, qeydiyyat, texniki və dərs ləvazimatları, o cümlədən tibbi sığorta daxildir. Bu fürsəti əldən qaçırmayın. Yeni 2012 model Seat avtomobillərini ilkin ödəniş 1900 manatdan başlayaraq 15% illik bank faizi və 5 illik kreditlə yalnız Seat Bakı mərkəzində əldə edə bilərsiniz. Seat. Ripoya House'dan səyahət kampaniyası. Ev təmir etdirən hər bir kəsə 7 gün 8 gecə Antalya, Bodrum, Kuşadasına 2 nəfərlik səyahət fürsəti. Təmirin 1 kvadrat metri cəmi 150 manata. Evini təmir et, səyahət əldə et. Telefon 012 530 90 99 050 242 50 20. Ripoya House. Keyfiyyətli qərarlar. Çoxdan gözlədiyiniz an gəlib çatdı. Karvansaray Ticarət Mərkəzi. Az vaxt sərf edərək istədiyiniz hər çeşit mal ala biləcəyiniz yeni məkan. Avqustun 19-u Ramazan bayramı günü müasir, səliqəli və rahat alış-veriş mərkəzi Karvansaray öz qapılarını şəhərimizin sakinləri və qonaqları üçün açır. Ticarətin yeni ünvanı. Dökbatan qəsəbəsi Karvansaray Ticarət Mərkəzi. Binə Ticarət Mərkəzi ilə üzbəyüz. İndi bütün yollar Karvansaraydan keçəcək. Komfort etalonu. Yolsuzluq avtomobili Porsche Cayenne. Gələcəyin avtomobilini indi əldə et. Porsche Panamera. Bütün dövrlərin bir nömrəli sportkarı Porsche 911. Gümrah sağlam dəri üçün, möhkəm, gözəl dırnaqlar üçün, qalın parlaq saçlar üçün, daxildən gələn əsl gözəllik üçün, xüsusi Mert dənəcikləri.